Bağırsaqlarımız üçün faydalı 6 qidadan söhbət eləyəcəm. İlk yerdə qatıq gəlir. Qatığın tərkibində olan probiotiklər, yəni faydalı bakteriyalar bağırsaqlarımızın düzgün işlənməsi üçün yardımçı olur. İkinci yerdə isə sarımsaq gəlir. Sarımsaq həm də təbii antibiotikdir, eyni zamanda prebiotik rolunu oynayır. Faydalı bakteriyaların artmasında sarımsağın da çox böyük təsiri var. Üçüncü qidamız isə tam taxıllardır. Burada məsələn yulaf və yaxud da qarabaşaq deyə bilərik və s. digər tam taxılları nəzərdə tuturam. Yəni bunlar hər hansı bir istehsal prosesindən keçmədən, yəni üyüdülüb un olmadan, yəni sadəcə olaraq yulafı, sıyığını və yaxud da qarabaşağın bişirilmiş halda yesəniz, bu da bağırsaqlar üçün çox faydalıdır. Dördüncü yerdə isə yaşıl yarpaqlı tərəvəzlər gəlir. Təbii ki, bir çox tərəvəzlər elə yaşıl yarpaqlıdır, amma bunların içərisində ən faydalısı ispanaqdır, kahıdır, kələmdir. Yəni bunlardan istifadə etmək də bağırsaqlar üçün çox faydalıdır. Bir də turşular adətən insan üçün ziyandır, amma kələmin turşusu probiotik olduğu üçün bu da bağırsaqlar üçün çox faydalıdır. Beşinci yerdə kefir gəlir. Baxmayaraq ki, kefiri adətən qatıqdan üstün hesab eləyənlər də var, amma bu belə deyil. Qatıq birinci yerdədir. Amma elə kefir də qatıq kimi probiotiklərlə zəngindir. Ona görə bağırsaqlar üçün çox faydalıdır. Altıncı yerdə isə meyvə tərəvəzlər gəlir və bunların içərisində mənim ən çox tövsiyə etdiyim avokado və çuğundurdur. Düzdür, avokado biraz bahalıdır, həm də Azərbaycan üçün xarakterik bir meyvə deyil, amma qırmızı çuğunduru hər gün rasionunuza əlavə etsəniz daha yaxşı olar, bağırsaqlarınız bayram eləyər. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın və kanalımıza abunə olun.